Esselamu Aleyküm əziz izləyicilər. Bu günləri biz sizinlə inşallah düzbucaqlı poliped mövzusunun 46-dan sonraki testlərinin izahları ilə tanış olacaq. Gəlin elə 46-cı sualla biz başlayaq. Bizə deyir ki, hündürlük n-dən 1,8 çoxdur. Yazıram A, B, S. Hündürlüyümüz n-imizdən 1,8 çoxdur. Qeyd etdik. Sonra deyir ki, uzunluğu isə 6 sm çoxdur. Uzunluq nədən 6 sm çoxdur? N-dən. Yəni n-dən 6 sm uzunluğumuz çox olmalıdır. Onda olacaq x üstəgəl 6. Və bunların cəmi, əgər bizə bu tucu 124,8 veribsə, onu 4-ə bölürük. Alınır 31,2. Toplayaq. 3x üstəgəl 7,8 bərabərdir 31,2-yə. 3x bərabərdir 31,2-dən çıxmaq lazımdır 7,8. Bu da bizdə eləyir 23,4. X də bərabərdir 7,8. Gətirib yerinə qoyaq. 7,8, 13,8 və 9,6. Bizə lazımdır yan səthinin sahəsi. Yəni 2S vurulsun A üstəgəl B. Yəni 2 vur 9,6 vur 7,8-dən 13,8-in cəmi. Yazaq. Bu da bərabərdir. Hesablayırıq, alınır 414,72. Yəni yan səthimizin sahəsi olacaq 414,72. Keçək növbəti səhifəyə. 47-ci sualımızda bizə deyir ki, polipedin bütün tillərinin uzunluqları cəmi 4,5-dir. Kubun bütün tillərin uzunluqları cəmi isə bunun 5-ə 4-üdür. Kubun bir üzünün sahəsini tapın. Əslində qalsa çox sadədir. Demək ki, kubun bütün tillərin uzunluqları cəmi, yəni 12A bərabərdir. Nəyə? Bunun, yəni 4,5-in 5-ə 4 hissəsinə. Yəni 4,5-i bölürəm 5-ə, vururam 4-ə. Alınır ki, 12A bərabərdir. 4,5-i 5-ə böləndə 0,9, 4-ə də vururam 3,6. Buradan da A-nı tapanda 3,6-nı bölmək lazımdır 12-yə. Bu da eləyəcək bizdə 0,3. Bizə deyir ki, kubun bir üzünün sahəsini tapın. Kubun hər bir üzü kvadratdır. Sahəsi də A kvadrat düsturu ilə tapılır. Yəni 0,3-ün kvadratını tapmaq lazımdır. Cavab eləyəcək 0,9. Keçək 48-ə. Polipedin hündürlüyü n-nin 3 mislidir. Yazaq A, B, S. Hündürlük n-imizin 3 mislidir. Yazdım. Uzunluq isə n-in 2 mislidir. Yazdım. Tam səthinin sahəsi 198-dir. Baxın, A, B, yəni x vur 2x. A, S, x vur 3x. B, S, 2x vur 3x. Bərabər olmalıdır nəyə? Tam səthinin sahəsi 198-dirsə, 198-i bölürəm 2-yə, alıram ki, 99-a bərabərdir. Bilməlisiniz ki, x-i 2x-a vuranda nə alınır? 2x-in kvadratı, çünki orada x-in 2 dənədir. X-i 3x-a 3x-in kvadratı. 2x-i 3x-a 6x-in kvadratı bərabərdir 99-a. 11x-in kvadratı 99-dur. X kvadratı 9-dur. Demək ki, x 3-dür. Gətirib yerinə qoyuruq. 3, 6, 9. Bizdən də elə onu soruşurdu. Tillərin uzunluğunu tap. 3, 6 və 9. Keçirik 49-cu suala. Burada da bizə hündürlük n uzunluqla bağlı münasibət verib. A, B, S yazaq. Deyir ki, hündürlüyü n-in 3 mislidir. Üzr istəyirəm, 49-a baxırdıq. N uzunluğun 2-də biridir. N uzunluğun 2-də biridir. Yazdıq. Uzunluq hündürlüyün 3-də 2-sidir. Uzunluğumuz 2x-dırsa, nəyin 3-də 2 hissəsi 2x eləyir? Təbii ki, 3x-in. Yəni, onsuz da birinci ad çəkilənin surəti, ikinci ad çəkilənin məxrəci prinsipi ilə getsək, uzunluq 2x, hündürlük 3x düz gəlir. Bütün tillərin uzunluqları cəmini 96 veribsə, mən 96-nı bölürəm 4-ə, ayrı-ayrı tillərin uzunluqları cəmini tapıram. Alınır 24. Toplayıram 6x bərabərdir 24-ə, x bərabərdir 4-ə. Gətirib yerinə qoyaq. A-mız 4-dür, B-miz 8-dir, C-miz 12-dir. Yan səthinin sahəsini bizdən istəyir. S yan bərabərdir 2S vurulsun A üstəgəl B.
Yəni 2 vur 12 vur. 4 üstə gəl 8. Yəni 2 vur 12 vur 12. Bu da eləyəcək bizdən 288. Demək ki, yan səttimizin sayısı 288 kvadrat santimetrdir. Keçirəm 50-ci suala. Yenə də baxın, burada üzlər var. Birinci üz, ikinci üz, üçüncü üz. Yazaq S1, S2, S3. 3 dənə üzümüz var. Birinci üzünün sahəsi üçüncüdən 12də 1-i qədər çoxdur. İkinci üzünün sahəsi isə üçüncüdən 5də 1-i qədər çoxdur. Mən bu cümləni oxuyanda onu anladım ki, üçüncü üzə elə bir ədəd yaza bilərəm ki, həm rahatlıqla 12də 1-ini tapa bilim, həm də rahatlıqla 5də 1-ini tapa bilim. Çünki birinci üzü də üçüncü üzə əsasən təyin eləyəcəm, ikinci üzü də üçüncü üzə əsasən təyin eləyəcəm. Onda üçüncü üzü həm 12-yə, həm 5-ə bölünən ədəd götürürəm. Niyə iminlə 12 və 5? Çünki məxrəclərdə 12-dən 5-dir, biz də hissə tapanda məxrəcə bölürük. Yəni, mənə 12 və 5-ə bölünən ədəd lazımdır. Ona görə yazacaq 60x. Yəni, üçüncü üzümüzü götürdük 60x. İndi birinci üzümüz üçüncüdən 12də 5-i qədər çoxdur. 60-ın 12də 5-i 5 edir. Demir ha 12də 5-idir. 5 yazmayacaqsınız. 5 çoxdur deyir. Yəni 60x-dan 5x çox. Alınacaq 65x. İkinci üzümüz isə üçüncüdən 5də 1-i qədər çoxdur. 60-ın 5də 1-i 12x edir. Yəni 60x-dan 12x çox. O da eləyəcək bizdə 72x. Tam səthinin sayısı necə tapılırdı? Bunları toplayırdıq, vururduq 2-yə. İndi əgər 2-yə vuranda 394 alınıbsa, 394-ü 2-yə bölürəm. Demək bunların cəmi olmalıdır 197. Diqqət edin, bu üzləri də toplayanda elə 197 eləyir. 197x 197-yə bərabərdir, x 1-ə bərabərdir. Demək bizim üzlərimiz elə bunlardır. 65, 72 və 60. Bizdən də onu soruşur. Hər bir üzün sayısını tap. 65, 72 və 60. Keçək 51-ə. En uzunluq hündürlük A, B, S. Deyir ki, paralelipedin eni hündürlüyündən 9'a 5'e qədər azdır, uzunluğundan 5'də 1'i qədər azdır. Onda hündürlüyünü götürürəm 9x ki, mən onun 9'da 5 hissəsini tapıb azalda bilim. Onda hündürlüyüm 9x-dırsa, en də bundan 9'da 5'i qədər azdırsa, 9x'in 9'da 5'i 5x edir. Demək ki, en 9x-dan 5x azdır. Demək enimiz 4x-dir. Uzunluğundan isə 5'də 1 hissəsi qədər azdır. 5'də 1 hissəsi qədər azdırsa demək hansı hissəsidir? 5'də 4 hissəsidir, düzdür? 5'ə 4 hissəsidir. Çünki biz bilirik ki, ümumi 5'də 5'dir. Əgər 5'də 1'i qədər azdırsa, demək ki, onun 5'də 4 hissəsidir. Onda en uzunluğun 5'ə 4 hissəsidirsə, enimiz də 4x-dırsa, demək ki, uzunluğumuza da 5x verməliyik. Həqiqətən də baxın, 5x-dan 5'də 1 az 4x edir. Biz doğru yazmışıq. Bunu da digərini də buna əsasən eləyə bilərdiniz. Əgər 9'da 5 hissəsi qədər azsa, demək 9'da 4 hissəsidir. Dərhal yazardıq, enə 4x, hündürlüyə 9x. Baxın, belə də eləyə bilərsiniz. Məcbur deyil ki, siz imana azla çoxla işləyəsiniz. Bu birisində rahat idi. 60x götürdün, elə yazdın. Amma burada biraz bağlılığı dəyişdirib. Amma siz istəsəz onu da o şəkildə eləyə bilərsiniz. Sadəcə yenə də biz məxrəci elə bir ədəd götürəcəkdik ki, həm 12-yə, həm də 5'ə bölünsün. Eyni prinsip yenə də gedəcəkdir. Sadəcə məxrəcə bölüb sürətə vuranda birbaşa cavab alınacaqdır. Toplamanıza ehtiyac qalmayacaqdır. İndi bizə burada deyir ki, bütün tillərin uzunluqları cəmi 36-dır. 36-nı 4'ə bölürsünüz. Onda alınacaq bu 9'a bərabərdir. İndi toplayaq. 18x 9'dur. X 0,5'dir. Gətirib yerinə qoyursunuz. 4'ü 0,5'ə vuranda, yəni yarısını tapanda 2. 5'i 0,5'ə vuranda 2,5. 9'u da 0,5'ə vuranda 4,5. Hamısının yarısını tapdıq. Keçirəm 52-yə. 52 də keçən dəfəki videoda P oturacaq vur H düsturu yazmışdıq. Yan səthin sayəsinin o biri düsturu. Rahat yerinə qoyduq, cavab tapdı. Eyni şey burada aiddir. Paralelipedin həcminin belə düsturu var. V bərabərdir S oturacaq vurulsun H.
Sadəcə diqqət eləməliyik ki, vahidlər eyni olsun. Siz bilməlisiniz ki, 1 litr elə 1 kub desimetrə bərabərdir. Ona görə burada hal-hazırda vahidlər fərqlidir. Biri litrləndir, biri kvadrat santimetrləndir. Onda demək ki, biz bu litrdən keçməliyik kub santimetrə. 1 litrimiz də elə kub desimetr olduğu üçün, yəni V-miz 48 litr, yəni 48 kub desimetr olduğu üçün kub santimetrə keçəndə sadəcə minə vuracaq. Alınacaq 48.000 kub santimetr. Vahidlər indi eynidir. Gətirib yerinə qoyaq. Demək, 48.000 bərabərdir. Oturacağının sayısı 160-dır, hündürlüyü soruşur. Vur H. H da bərabərdir. 48.000-i bölürük 160-a. Sıfırdan birini silək. Alınacaq cavabımız 300. Demək ki, hündürlüyümüz 300 santimetr imiş. 53. Deyir ki, paralelipedin hündürlüyü 1,8-dir. Yazaq. H bərabərdir 1,8. Oturacağı isə uzunluğu enindən 3 dəfə çox, perimetri 240 desimetr olan düzbucaqlıdır. Yəni, bizim paralelipedimizin oturacağı bir düzbucaqlıdır. Elə bir düzbucaqlıdır ki, eni uzunluğundan 3 dəfə çoxdur və perimetri 240 desimetrdir. Bizdən cavabı litrlə istəyir. Yəni, biz bayaq dedik, 1 litr 1 kub desimetrdir. Biz onda burada əməlləri işləyərkən desimetrlə işləməliyik. Kvadrat desimetrlə işləməliyik ki, cavabı axırda kub desimetrlə ala bilək. Yəni, burada hündürlüyü metrlə verib. Bu mənə sərf etmir. Mən bunu santimetrlə işləməliyəm. Desimetrlə işləməliyəm. 1 metrimiz də 10 desimetr olduğu üçün alınacaq burada 18 desimetr. Yəni, hündürlüyümüz 18 desimetrdir. İndi gəlin en və uzunluğumuzu tapaq. En və uzunluqla bağlı onu bilirəm ki, uzunluq n-dən 3 dəfə çoxdur. Demək, uzunluq 3x-dir, n x-dir. Perimetr deyəndə də nə edirik? Toplayıb 2-yə vururuq, 240 eləyir. Mən tərsini eləyəcəm, 240-ı 2-yə bölürəm, yəni bunları toplayanda 120 eləyir. Alınır, 4x 120-dir, x 30-dur. Gətirib yerinə qoysaq, enimiz alınır 30, uzunluğumuz alınır 90. İndi, bizə deyir ki, paralelipedin həcmini tap. N, vur uzunluq, vur hündürlük. Bu da bizdə neçə eləyəcək? 30-u vururuq 90-a, vururuq 18-ə. Bu da eləyir 48.600 kub desimetr və ya litr. Keçək 54-ə. 54-cü sualımızla bağlı biz bayaq demişdik ki, bir fəza fiqurunun içərisində biz nəsə doldururuqsa içinə o onun həcmini tutur. İndi bir qutumuz var və bu qutumuzun həcmi nə qədərdir? 10 vur 8 vur 6. Gəlin həcmini tapaq. 480 imiş. Bunun həcmi 480-dir. Burada cavabı yazacaq kub santimetrlə. Çünki gördüyünüz kimi bizdə yazıb 10, 8, 6 santimetr. Demək, ölçülərimiz 10 santimetr, 8 santimetr, 6 santimetrdir. Vuranda da həcm vahidi olaraq kub santimetr alırıq. Digərində metrlə verib. Gəlin bunu da santimetrə çevirək ki, biz başa düşək də bu bunun neçə mislidir və yaxud da bu bundan neçə misil azdır ki, ona uyğun bilək də mənə çox lazımdır darçın, az lazımdır darçın. Yəni metrdən santimetrə keçək. 1 metr 100 santimetrdir. 0,5 olacaq bizdə 50. 1,6 olacaq bizdə 160. 1,2 olacaq bizdə 120. Demək ki, 50-ni vururam 160-a, onu da vururam 120-yə. Təbii ki, tərsinə də eləyə bilərdiniz. Vurub sonra da çevirə bilərdik. İkisi də düzdür. Alınacaq 960.000 kub santimetr. Demək belə çıxır ki, məndə 480 kub santimetr olanda bura gedir 0,25 kiloqram. Bəs soruşur bu qədər olanda neçə kiloqram gedər? Gəlin baxaq ki, 960.000-in içində nə qədər 480 var? Nə qədər 480 varsa, demək ki, o qədər 0,25 yerləşir. Yəni 960.000-i bölmək lazımdır 480-ə. Buradan da bir dənə 0 getsin, 96-nı 48-ə böləndə 2, alınacaq bizə 2000. Yəni bizdə 2000 dənə 0,25 kiloqramlıq darçın yerləşəcək. Ona görə 2000-i vurmalıyam 0,25-ə. Yəni 4-ə bölməliyəm. 4-ə də böləndə alınacaq bizdə 500. Demək ki, bizdə nə qədər darçın yerləşəcək? 500 kiloqram.
Yəni mənə 480-ni vermişdi, 960 minini soruşurdu. Baxdım ki, 960-ın içində 960 min içində nə qədər 480 var? O qədər də demək 0,25 var. Böldüm, tapdım 2000 dənə 0,25 lazımdır. Bu da elədi bizə 500 kiloqram. Baxırıq indi 55-ci sualımıza. Əslində 55-ci sualın şərtini oxuyan kimi dərhal sizin ağlınıza nə gəlməlidir? Dərhal ağlınıza bizim o keçdiyimiz üstü açıq akvarium gəlməlidir. Bundan öncəki biz test tapşırıqlarıyla işləmişdik. Üstü açıq akvarium nə idi? Demişdik, ancaq yanları lazımdır, bir də aşağısı lazımdır. Yəni biz tapmalıyıq yan səthinin sahəsini, bir dənə də oturacağın sahəsini. Sadəcə bu sualda fərq ondan ibarətdir ki, en uzunluq və hündürlüyün vahidlərini fərqli verib. Birini santimetrlə verib, birini desimetrlə, birini metrlə. Gəlin eyniləşdirək. Hamısını metrə gətirək, çünki cavabı kvadrat metrdən istəyir. Enimiz 70 santimetrdirsə, olacaq 0,7 metr. Hündürlüyümüz olacaq 0,4 metr. Uzunluğumuzu da özü verib 1,5 metr. Gətirib düsturda yerinə qoyaq. Yan səthinin sahəsi 2S, yəni 2 vur 0,4. Üstəgəl, daha doğrusu vurulsun, en üstəgəl uzunluğun cəmi, yəni 0,7 üstəgəl 1,5. Oturacağın sahəsi 0,7 vurulsun 1,5. Bu da eləyəcək bizdə 2,81 kvadrat metr. Demək ki, bizə nə qədər lazımdır? 2,81 kvadrat metr lazım imiş. Keçirəm 56-cı sualımıza. Deyir ki, paralipet hazırlamaq üçün tərəfi 24 olan kvadrat şəkilli bir kartondan paralipedin oturacaqlarını, bu kartonları yarıya böləndə isə paralipedin yan üzlərini hazırladım. Bu paralipetə neçə dənə tərəfi 24 cm olan karton parçası lazım olacaq. Demək ki, tərəfi 24 olan kvadrat şəkilli kartondan oturacaq hazırlamışam. Biz də bilirik ki, paralipedin 2 dənə oturacağı var. Paralipedin 2 dənə oturacağı olduğu üçün sən dərhal buradan başa düşürsən ki, 2 dənəsi fakt burada mənə lazımdır. Bir dənəsi üst oturacağı, bir dənəsi də alt oturacağı. Yəni, tərəfi 24 olan 2 dənə karton buna görə lazımdır oturacaq üçün. 1 üstəgəl 1. Bunlar oturacaqlardır. 2 dənə oturacaq. Sonra deyir ki, kartonları yarı böləcəm, yan üzlərini hazırlayacam. Onda yan üz nə qədədir bizdə? Yan üzümüz 4 dənədir. Yan üzümüz 4 dənədir və bir dənə kartondan 2 dənə üz hazırlaya bilirəm. Niyə görə? Çünki deyir, yarıya bölüb hazırladım da. Yəni, karton əslində qalsa belədir. Bu yan üzləri hazırlayanda bunu götürür belə kəsir. Bunu elə bir yan üzə qoyacaq, bunu da bir yan üzə qoyacaq. Yəni, belə çıxır ki, 4 dənə yan üzümüzdən 2 dənə yan üzümüzü hazırlamaq üçün bir dənə karton lazımdır. Yəni, bir dənə kartondan 2 yan üz hazırladım. 2 dənə yan səthin sahəsini hazırladım. Sonra yenə bir dənə də karton götürürəm, ondan da digər ikisini hazırlayıram. Yəni, 2 dənə kartonla üst və altı olduğu kimi tərəfi 24 olan hazırlayıram. Yan səthinin sahəsinə lazım idi 4 dənə. Amma ucu 4 dənə lazım deyil. Çünki biz tərəfi 24 olanını istifadə eləmirik ki, onu yarıya bölüb istifadə edirik. Yarıya bölüb istifadə edirəmsə, demək bir karton mənə 2 dənə üzü düzəltməyimə köməklik göstərir. Ümumi də 4 dənə üz olduğu üçün mənə oradan da 2 karton lazımdır. Yəni, ümumi mənə 4 karton parçası lazımdır. Doğru cavabımız olacaq 4. Keçirəm 57-yə. 57 şifahi sualdır. Bütün tillərin uzunluqları cəmini verib, 3 müxtəlif tilinin uzunluqları cəmini soruşur. Yəni, A üstəgəl B üstəgəl C-ni soruşur. Sadəcə 84-ü 4-ə bölmək lazımdır. Cavabımız alınacaq 21. Bitdi. Keçək 58-ə. 58-də 3 dənə bəndimiz var. Birinci yazaq A bəndini. A bəndində bizə deyir ki, hovuzun kənarına tordan hasar çəkiblər. Giriş üçün 1 metr enində qapı götürüblər. Onda torun 1 metri 5 manatdırsa, tora nə qədər pul lazımdır? Biz bilirik ki, hovuzun kənarına hasar çəkilibsə, bu tordan hasar çəkilibsə, biz gedirik mağazaya, məsələn, tordan hasar alanda deyirik ki, mənə filan qədər metr ver, 10 metr ver, 100 metr ver, nə bilim 20 metr ver. Yəni, əgər biz tordan hasar çəkiriksə, biz onda onun yalnız oturacaq hissəsini hesablayırıq ki, məndə oturacaq hissədə nə qədər ümumi, belə deyək də, uzunluq var. Uzunluq deyəndə sadəcə
oturacağın uzunluğunu nəzərdə tutmuram. Yəni ümumi anlayış kimi uzunluq. Yəni en və uzunluğu bir yerdə. Yəni mənə belə deyək də, belə dönüb belə getməyə ümumi nə qədər lazımdır? Çünki paralelipedin oturacağını hesablayır, enini və uzunluğunu. Yəni perimetrini hesablayır. Perimetrini hesablayanı bilir ki, onun belə gedib dönməsi üçün ümumi nə qədər hasara ehtiyacı var. Gedir o qədər metr alır. Və gəlir hasarı buradan başlayır, belə qoyur və başlayır və belə çəkməyə. Və nəticə etibarən tordan hasar çəkmiş olur. Və bura bir dənə də qapı qoyulacaq deyə artıq qapı olan hissəyə hasar istifadə etmir. Əks halda qapıya da hasar qoysa bu nətər girəcək içəri? Təbii ki, hasar qapı olan hissəyə çəkilməz. Qapı olan hissədə hasar olmur. Ona görə biz tapacağıq ümumiyyətlə oturacağın perimetri nə qədərdir? Burada hündürlük lazım deyil. Bəzən uşaqlar şaşırırlar ki, ay müəllimə hasarla hündürlüyü var. Sənin aldığın şey sadəcə belə bir şeydir deyə, onun yəni hündürlüyü olan bir şeydir. Amma sən alanda bunu, sən götürsən neçəsə metr alırsan. Deyirsən məsələn 10 metr ver, 100 metr ver, neçəsə metr alırsan. Sadəcə aldığın şey hündürlüyü olan bir şeydir. Və biz qapıya hasar çəkmədiyimiz üçün qapını çıxacaq. Oturacağın perimetri necə tapılır? 2 vurulsun en üstəgəl uzunluq. 17 vur 2 34. Aldığımız bu 34-dən çıxırıq 1-i. Bu 1 nədir? Qapımız. Qaldı 33 metr. 1 metrimiz 5 manat olduğu üçün 33 metrimiz isə 33-ü vururuq. 5-ə alınacaq 165 manat. Demək ki, A bəndində doğru cavab olacaq 165 manat. Keçək B bəndinə. Əbu Bəkir məsələlərində artıq siz bilirsiniz ki, biz metlaxı hara döşüyürük? Sahəyə. Yəni metlaq hovuzun dibinədir oturacağı. Oturacağında sahəyə döşənir metlaq. Kənarlara yox, hər yerinə, yəni sahəsinə döşənir. Yəni bizə lazımdır oturacağın sahəsi. Çünki metlaq oturacağın içinə, sahəsinə döşənəcək. Oturacağın sahəsini tapmaq üçün A-nı B-yə vuraq. 5-i vururuq 12-yə. Alınır 60 kvadrat metr. 1 kvadrat metr 18 manatdırsa, 60 kvadrat metr neçə manatdır bilmək üçün 60-ı vurmaq lazımdır 18-ə. Alınır 1080. Demək, doğru cavabımız olacaq 1080 manat. Və C bəndinə baxaq. Bu səfər hovuzun divarlarını boyuyur. Divarlarını, hovuzun divarları nədir onun? Yan səthi. Yəni, burada divar boyananda tam boyanır. Baxın, belə, tam. Belə boyanır. Yəni, o sahədir artıq. Demək ki, biz divarları boyuyuruqsa, ancaq kənarları yəni boyuyuruqsa, bizə lazımdır yan səthinin sahəsi. Görə biz nə qədər yeri boyamalıyıq? Nə qədər mən sahə boyamalıyam? Gəlin tapaq. 2C, yəni 2 vur 2, vurulsun A plus B. 5 üstə gəl 12. Düsturda gətirdik, yerinə qoyduq. 2C vurulsun A plus B. Bu da bərabərdir. 4 vurulsun 17. 68 kvadrat metr. Demək ki, mən ümumi 68 kvadrat metr sahə boyamalıyam. Hər 17 kvadrat metr üçün 2 litr boya alıram. 68 üçün nə qədər alacam? Birinci baxaq ki, 68-in içində neçə dənə 17 kvadrat metr var. Demək, o qədər də 2 litr lazımdır. 68-i 17-yə bölürəm. Demək ki, mənə 4 dənə 17, yəni 4 dənə 2 litr lazımdır. O da eləcə ümumi 8 litr. Demək ki, mənə nə qədər boya lazımdır? 8 litr boya lazımdır. Bitdi. Keçirəm 59. 59-cu sualımıza deyir ki, paralelipedin oturacağının sahəsi, yəni S oturacaq bərabərdir 3,24 kvadrat metr. Bu kvadratdır deyir. Paralelipedin hündürlüyü isə enindən 5 dəfə böyükdür. Demək, mən en bilməliyəm ki, hündürlüyü də tapa bilim. Əgər oturacağının sahəsi tapılanda kvadratdırsa və 3,24 eləyirsə, siz bilirsiniz ki, oturacaq nədir? Bir düz bucaqlıdır. Kvadrat da bir düz bucaqlıdır və onun tərəfləri bir-birinə bərabərdir. Oturacağın sahəsini tapanda A-nı B-yə vurmurduq. Burada indi B yoxdur. Kvadratda axı A vur A-dır. Yəni A-nın kvadratıdır. Əgər kvadratdırsa, artıq oturacağın sayısı A kvadrat olmuş olur. Yəni A kvadratı bərabərdir 3,24-ə, yəni A bərabərdir 1,8-ə. Demək ki, bizim enimiz də, uzunluğumuz da 1,8-dir. Onda hündürlüyümüz nə qədər olacaq? Enimizdən 5 dəfə çox. Yəni 9.
Bizə deyir həcmi tap. Həcmi tapanda S oturacaq, vur H. Yəni 3 tam %24 vur 9. 3 tam %24'ü də 9'a vururuq, alınır 29 tam %16. Bitdim. 60. Deyir ki, otağın uzunluğu enindən 1,5 dəfə böyükdür. En, uzunluq, hündürlük. Uzunluğumuz enimizdən 1,5 dəfə böyükdür. Hündürlüyümüzdən 2 dəfə kiçikdir. Nə? Uzunluq. Uzunluq hündürlükdən 2 dəfə kiçikdirsə, onda demək hündürlük 3x olmalıdır ki, ondan 2 dəfə kiçik 1,5 olsun. Yəni tərsi məsafələdikdə 2-yə vurduq. Həcm necə tapılır? Bunları bir-birinə vururam. X 1,5x 3x bərabərdir 288-ə. Alınır 4,5. 3 dənə x-i bir-birinə vuranda alınır x-in kubu. Bərabərdir 288-ə. 288-i 4,5'ə bölürəm. Alınır 64. 64 də nəyin kubudur? 4'ün. Bizə lazımdır otağın uzunluğu. Uzunluq 1,5x-dir. Demək ki, 4'ü vururam 1,5'ə. 4'ü də 1,5'ə vuranda doğru cavabımız alınacaq 6. Demək ki, bizim oturacağımızın otağımızın uzunluğu olacaq 6. Getirəm 61. Deyir ki, düzbucaqlı paralipet şəkildə akvariumun oturacağının sahəsi yazıram. S oturacaq 600 kvadrat santimetrdir. Baxaq, bizdə görə cavabda nə ilə istəyir cavabı? Litrlə istəyir. Onda bunu kvadrat santimetrdən kvadrat desimetrə keçirdək. Olacaq 6 kvadrat desimetr. Sonra nə deyir? Həcmi 18 kub desimetrdir. Onda mən buradan H-ı tapsam, həcmi bölürəm oturacağın sahəsinə. Demək, hündürlüyümüz 3 desimetrdir. Mənə deyir ki, boş bir akvariumdur. Mən ora neçə litr su töksəm, suyun hündürlüyü üst səthdən 8 santimetr aşağıda olar. Normalda suyun hündürlüyü 3'dür. Amma səndən istəyir ki, yazıram bura, istəyir ki, hündürlük nə qədər olsun? 3'dən çıxıram 0,8. Niyə 0,8? Çünki 8 santimetr 0,8 desimetrdir. Yəni, məndən istəyir ki, hündürlük 2,2 olsun. Yəni, paralipet su ilə tam dolmasın. Normalda paralipet su ilə tam dolsa, bütöv hündürlük boyunca dolur. Yəni, 3 metr tam dolur. 3 desimetr tam dolur. Amma indi deyir ki, bu 2,2 desimetr dolmuş olsun. Bunu bir dənə düzəldim, desimetr. Yəni, paralipet istəyir ki, tam dola bilməsin. Baxın, elə belə bir şeydir. Paralipeti buradan çəkirəm. Baxın, elə bir ki, bu paralipetdir. Bu paralipeti ağzına qədər doldurmur da elə bir suyu. Bura qədər elə bir fərz eləyin ki, doldurur. Tam doldurmur. Yəni, ona tam dolmağı lazım deyil. Onun bir hissəsini dolmağı lazımlıdır. Onda bizə deyir ki, nə qədər su tökməliyəm? Nə qədər su nədir? Litr su nədir? Həcmdir. Yəni, su onun içinə tökülürsə, onu həcmindən tutur. Yəni, V bərabərdir. S oturacaq, vur H. Paralipetimiz dəyişmədi ki, eyni paralipetdir də. Yəni, oturacağın sayısı yenə də 6'dır. Amma hündürlüyü artıq bizdə 3 deyil. Yenə də 3 deyə bəli. Amma bizə 3'ün hamısını istəmir. Bizə 2,2'sini istəyir. Ona görə 6'nı vurmaq lazımdır 2,2'yə. Bu da bizdə eləyəcək 13,2. Demək ki, mənə 13,2 litr su lazımdır ki, bu hündürlükdən 8 santimetr aşağıda olsun. İndi isə baxırıq 62-ci sualımıza. 62-ci sualımızda bizə deyir ki, tili 80 olan kubu, hər birinin ölçüləri 4, 5, 20 santimetr olan bərabər paralipetləri itkisiz böldülər. Biz demişik ki, hər hansı bir fəza fiqurunun başqa bir fəza fiqurlarına bölürəmsə, demək ki, onun həcmini həcminə bölməliyəm. Buna görə 62-ci sualı həll edəndə kubun həcmini paralipetin həcminə bölməliyəm. Kubun həcmi nə qədərdir? 80 vur 80 vur 80. Paralelipedin həcmi nə qədərdir? 4 vur 5 vur 20. Bu 80 ilə bu 20 geçsin, qalsın 4. Bax, bu 4 ilə 5'i bir-birinə vuranda 20 eləyir. Bu da 80 ilə geçsin, qalsın 4. İndi 80 vur 4 vur 4. Doğru cavabımız olacaq. Demək ki, 128, bir dənə də arxasında 0. 1280. Demək ki, biz
bu qədər həcmin içinə, bu qədər həcmdən 1280 dənə yerləşdirə bilirik. Yəni neçə dənə poliped alınacaq? 1280 dənə. 63-cü sual. 63-cü sualda biz artıq bunun həllini arxadakı məsələlərdə demişdik. Demişdik ki, biz əgər hədiyyə qutusunu bağlayırıqsa, nə etməliyik? Tam səthini, sahəsini tapmalıyıq. Sadəcə şərtdə verilənləri uzunluqdur, endir, hündürlükdür, tam səthin sahəsi düsturunda yerinə qoymaq lazımdır. 64 bizim həcm vahidlərimizdir. Bunu da demişdik. Gətirib yerinə qoyub hesablayacaqsınız. 65-ə baxaq. 65-ci sualımızda bizə deyir ki, bizim bir düzbucaqlı poliped şəklində çənimiz var. Həmin çənə bu qədər su töküldü. Əlavə nə qədər tökməliyəm ki, çən dolsun. Biz baxaq ki, normalda bizim çənimizin həcmi nə qədərdir? Və bilək ki, normalda o neçə litr su tuta bilir. Buna görə həcmi tapmaq üçün 5-i vururam 4-ə, vururam 3-ə. Bu eləyir bizdə 60 kub metr. Litrə çevirmək üçün bunu minə vururam. Alınır 60.000 litr. Demək ki, normalda bizim çənimiz 60.000 litr su tutur. Orada deyir ki, 29.000 litr su tökdülər. Neçə litr də tökməliyəm ki, çən dolsun? Təbii ki, buna görə 60.000-dən çıxıram 29.000-i. Tapıram ki, 31.000 litr su töksələr, çənimiz tam dolar. Yəni, doğru cavabımız alınacaq 31.000. Baxaq 66-cı suala. 66-cı sualımızda mən baxıram ki, əgər bura 12-dirsə, təbii ki, burada 12-dir. Bura 5-dirsə, burada 5-dir. Onda belə çıxır ki, baxın, buradakı bu düzbucaqlının sahəsini mən tapa bilərəm. Çünki bu düzbucaqlının eni də məndə var. Baxın, eni burada 5-dir. Uzunluğu da məndə var. Uzunluğu da baxın, burada 12-dir. Məndə həm en, həm uzunluq olduğu üçün 5-i vururam 12-yə, tapıram ki, buranın sahəsi 60-dır. Yəni, yuxarıdakı düzbucaqlının, yəni yuxarıdakı üzün mən artıq sahəsini bilirəm, 60. Əgər bu 2 dənə üzün cəmi sahəsi 100-dürsə, şərtdə yazıb ki, ümumi sahəmiz 100-dür. Buranı da biz tapmışıq 60. Demək, bura qalacaq bizdə 40. Bəs buranın sahəsi necə tapılır? Bu da düzbucaqlıdır da. Sahəsini tapmaq üçün enini uzunluğuna vurmaq lazımdır. Yəni, tərəflərini bir-birinə vurmalıyıq. Bura bizdə 5-dir. Qaldı bizdə butil. Butil bizim hündürlüyümüzdür, də elə bil ki. Bura bizdə onda neçə olacaq? 5-i neçəyə vuranda 40 eləyir? 8-ə. Demək ki, bizim tillərimiz alındı 12, 8 və 5. Yəni, 12 və 5 tilini bizə zaten vermişdi. 12 ilə 5-i bizə vermişdi. Biz hündürlüyümüzü də tapdıq 8. Bu bizim uzunluğumuzdur, bu bizim enimizdir. Biz hündürlüyümüzü tapdıq 8. Və bizə deyir ki, bu polipedin tillərinin uzunluqları cəmi. Toplayıb vururuq 4-ə. Tillərin uzunluqları cəmi ilə bütün tillərin uzunluqları cəmi deməkdir. Hərəsindən bir dənə toplamaq üçün şərtdə verməlidir müxtəlif tillərin uzunluqları cəmi. O zaman hərəsindən bir dənəsini götürərik. Doğru cavabımız alınacaq 100. 67 bunun eynisidir, amma yenə də gəlin baxaq. 67-ci sualda, baxın, buranın sahəsini tapa bilmirəm. Çünki bura məndə yoxdur. Bura bir x götürsək, buranın sahəsi məlum deyil. En şey aşağıya da şamildir. Yəni, bu hissənin də sahəsi mənə məlum deyil. Çünki bura x-dir, bura 6-dır. Yəni, onda sahəni elə x-dan ifadə edək. Yuxarıdakı üzün sahəsi 15-i x-a vuracam 15x. Bu, sağ tərəfdəki sahə, yəni sağdakı üzün sahəsi olacaq 6-nı x-a vuranda 6x. Onda bizim ümumi sahəmiz neyinirik? 15x-dan 6x-i toplayırıq. 15x üstəgəl 6x. Bərabər imiş nəyə? 168-ə. Buradan alıram ki, 21x 168-dir. Demək ki, x 8-dir. Demək, bizim tapdığımız x enimiz idi. Uzunluğumuzla hündürlüyümüzü vermişdi. 15 üstəgəl 6 və tapdıq enimizi də 8. Toplayırıq, vururuq 4-ə. Bu da eləyəcək bizdə 21, 29. 29-u da vuranda 4-ə. 80 üstəgəl 36, 116. Yəni, doğru cavabımız olacaq 116 metr. Keçirəm 68-ə. 68-ci sualda bizə artıq polipedin açılışı verilib. Bizə deyir ki, bu 2 dənə rəngli üzün cəmi 112-dir. Baxanda görürük ki, bu rəngli üzlər eyni üzlərdir. Biri elə bir ki, polipedimizin aşağı oturacağıdır, biri yuxarı oturacağıdır. Biz bu polipedi yığsaq, bura bizim aşağı oturacağımız olacaq. Yığanda da bu gələcək üstə düşəcək, bu da bizim yuxarı oturacağımız olacaq. Yəni, bizim 2 dənə üzümüz eynidir. Aşağı oturacaqla yuxarı oturacaq eynidir. Sağla sol eynidir. Yuxarı ilə aşağı. Məsələn, baxın, bununla bu eynidir. Bununla bu eynidir. Və rənglənmişlər də eynidir.
Əgər bunlar eynidirsə və cəmi də 112-dirsə, onda 112-ni bölərəm 2-yə, hər birisini ayrı-ayrılıqda taparam. 112-ni 2-yə bölsəm alınacaq bizdə 56. Demək ki, bu üzdə 56-dır, bu üzdə 56-dır. Və baxıram görürəm ki, nə gözəl bu üzümün bir dənə mənə tərəfini verib. 8-dir. Onda digərini mən tapa bilərəm. Demək ki, bura 8-dirsə, buranda 56 eləməsi üçün bura olacaq bizdə 7. Yəni biz tapdıq ki, bizim uzunluğumuz 8-də özü vermişdi, hündürlüyümüz 5-də özü vermişdi. Mən də enimi tapdım 7. Gətirib yerinə qoyuram. Yazıram burada 68. 5, 8 və 7. Vururam 4-ə. Bu da eləyir bizdə 20 vur 4, 80. Doğru cavabımız olacaq 80. 69-da da eyni şey. Ümumi cəm 120-dirsə, demək hərəsi 60-dır. Burada 60-dır, burada 60-dır. Əgər buranı bizə 6 veribsə, demək ki, bura bizdə olmalıdır 12, vuranda 60 alınsın. Şun, tərəflərimiz məlumdur. 6, 10 və 9. Yazıram. 6, 9, o birisində 10 tapdım. Vur 4. 25 vur 4, cavabımız oldu 100. Keçək 70-ə. Düzbucaqlı paralelipedin həcmi kubun həcminə bərabərdir. Bizə deyir ki, bu kubun tam səthi sayısı neçə kvadrat desimetrdir. Demək, vahidlərin hamısını desimetrə çevirməliyəm. Ölçülərimizdən 10 santimetri desimetrə çevirsəm alınacaq 1 desimetr. 8 desimetr qaldı olduğu kimi. 6400 millimetri də desimetrə çevirəndə alınacaq 64 desimetr. Həcmi tapmaq üçün bunları bir-birinə vururuq. 1 vur 8, vur 64. Bu eləyir bizdə 512 kub desimetr. Bizə deyir ki, bu həcm həm də kubun həcmidir. Kubun həcmi də A kubu düsturu ilə tapılır. Yəni A'nın kubu 512-yə bərabərdir. Demək ki, A-mız 8-ə bərabərdir. Çünki 8-in kubu 512 eləyir. Kubun tam səthinin sayısını istəyir. Kubun tam səthinin sayısı 6A kvadrat düsturu ilə tapılır. Onda 8-i kvadratını, gəlib belə yazaq, 6-nı vururam 8-in kvadratına. Yəni 6 vur 64. 360 üstə gəl 24, 384. Doğru cavabımız olacaq 384 kvadrat desimetr. Keçək 71-ə. 71-ci sualımızda bizə deyir ki, bu qədər su tutan bir hovuzun, demək bu hovuzun həcmidir. 13-də 7 hissəsi su ilə doludur. Yəni hal-hazırda mənim hovuzum bu qədər su tutur. Yəni hovuzun ümumi tutumu bu qədərdir. Amma hovuzum tam dolu deyil. Hovuzun 13-də 7 hissəsi doludur. İndi deyir ki, hovuza nə qədər su boşaltmalıyam ki, hovuzun 3də 1-i dolu olsun. Gəlin baxaq ki, nə qədəri doludur və nə qədəri istəyir dolu olsun. Sadəcə burada litr deyir. Litr dediyi üçün mən buradakı kub metri kub desimetrə çevirməliyəm. Yəni minə vurmalıyam. Ona görə bu ədədi, yəni 0,156-nı minə vursam, alınacaq mənim həcmim 156 litr. İndi 156 litrin 13-də 7 hissəsi bölürəm 13-ə, vururam 7-yə. 156-nı bölsəm 13-ə alınacaq 12, 12-ni də 7-yə 84. Demək, hal-hazırda 84 litri doludur. Məndə istəyir ki, 3də 1-i, yəni 156-nı bölürəm 3-ə, 52 litri dolu olsun. Məndən bunu istəyir, dolu olsun. İndi 84-ü doludur, istəyir ki, 52-si dolu olsun. Demək, nə qədər boşaltmaq lazımdır? Bunu necə taparıq? Təbii ki, çıxarıq. 84-dən çıxıram 52-ni, doğru cavab eləyir 32 litr. Demək, mən hovuzdan 32 litr su boşaltmalıyam. Всё. Keçək 72-yə. Şəklini çəkirəm. İki dənə yan-yana kub çəkmək lazımdır. Müəyyən qədər kuba oxşatmağa çalışdım. Ölçülər tam düzgün olmasa da. İki dənə yan-yana kubdur.
Bizə deyir ki, bunun tam səthin sahəsi 40-dır. Mən nə edirəm? Baxıram ki, hal-hazırda burada tam səthinin sahəsi nə qədər olacaq? Bizə deyir ki, şərtdə 40 vahid. Baxaq ki, bunun neçə dənə ümumi üzü var? Biz bilirik ki, kubun bir dənə üzü a kvadratdır. Yəni burada a kvadratdır, burada bunun yuxarısı, bunun sağı, bunun solu, hamısı a kvadratdır. Bilməliyik ki, burada neçə dənə a kvadrat var? 2 dənə qabaqdadır, 2 dənə arxadadır. 2 dənə yuxarıdadır, 2 dənə aşağıdadır. Bir dənə sağdadır, bir dənə soldadır. Yəni toplam qabaq, arxa, yuxarı, aşağı 8 dənə üz var. Sağ, sol hərəsində bir dənə üz var. Toplam 10 dənə a kvadrat var burada. Yəni 10a kvadrat 40-a bərabərdir. A kvadrat 4-ə bərabərdir. A 2-yə bərabərdir. Yəni kubun tili 2-dir. Kubun həcmini tapanda da 2-nin kubunu tapırıq. Cavab edir 8. Yəni kubun həcmi olacaq 8. Keçirəm 73-ə. Deyir ki, oturacağı kvadrat olan paralelipedin bütün tillərinin cəmi 280-dir. Oturacağının tili hündürlüyündən 3 dəfə böyükdür. Hündürlüyü neçə santimetrdir? Baxaq, A, B, S. Oturacağı kvadratdırsa, demək eni də x-dir, uzunluğu da x-dir. Yəni en və uzunluq bir-birinə bərabərdir. İkisi də x-dir. Və deyir ki, oturacağın tili hündürlükdən 3 dəfə böyükdür. Gəlin onu da belə eləyək. Əgər oturacağın tili hündürlükdən 3 dəfə böyükdürsə, hündürlüyümüzü x qoyaq, onda oturacağın tili olacaq 3x. Sadəcə oturacağımızın tili en və uzunluqdur. Onlar da bir-birinə bərabərdir. Ona görə sadəcə yazıb oturacağın tili. Çünki oturacaqda en və uzunluq deyə bir anlayış yoxdur. Yəni hamısı bir-birinə bərabərdirlər onlar. Kvadratda axı. Onun da tili nə qədərdir? 3x-dir. Və bizə deyir ki, bütün tillərin uzunluqları cəmi 280-dir. Yəni bunların cəmi olacaq 70. 7x bərabərdir 70-ə, x bərabərdir 10-a. Bizdən hündürlüyü istəyir. Hündürlük elə x-dir. Yəni cavab elə 10-dur. Sonuncu suallarımız da artıq 74. Oturacağı kvadrat olan paralelipedin bir yan üzünün perimetri 32-dir. Hündürlük oturacağın tilindən 4 dəfə böyükdür. Onu da yazıram A, B, S. Oturacaq kvadrat olduğuna görə bunlar x-dir. Hündürlük də bundan 4 dəfə böyükdür. Oldu 4x. İndi baxaq. Bir dənə yan üzdə nə iştirak edir? Paralelipedin bir dənə yan üzündə nə var? Hündürlük var, hündürlük var. Bir də en, yaxud da uzunluq. İndi bunlar eyni şeydirlər. Bizdə en və uzunluq hamısı eynidir. İkisi də x-dir. Yəni hündürlüklə endir ya da hündürlüklə uzunluqdur. Fərqi yoxdur. Kvadrat olduğu üçün onsuz da orada hündürlük en, hündürlük uzunluq, yəni eyni şeydir orada. Demək ki, bir yan üzünün perimetri deyəndə söhbət nədən gedir? Ya A ilə S-dən gedir, ya da B ilə S-dən gedir. O da bizə fərq etmir. İkisi də çünki eyni şeydir. Demək ki, bunların cəmi, yəni ya A ilə S, ya da B ilə S. Bu ikisinin cəmi, əgər perimetri yazıbsa bizdə 32 santimetrdir, mən də götürəcəm, yazacağım, bunların cəmi 16-dır. Böldüm 2-yə. Yəni perimetri 2-yə böldüm ki, en və uzunluğun cəmini tapaq. Aha. Buradan alıram ki, x bərabərdir 5-ə bölürük. Yəni 5x bərabərdir 16-dır. X-i tapanda 5-ə bölürük. Alınır 3/2. Bizə bütün tillərin uzunluqları cəmi lazımdır. Bütün tillərin uzunluqları cəmini tapanda bunları toplayıb vurmalıyıq 4-ə. Bunları toplayanda alınır 6x. 4-ə vuranda da alınır 24x. X-imiz də 3/2-dir. Demək ki, 24-ü vururuq 3/2-yə. Doğru cavabımız da alınacaq 76/8. Keçirəm 75-ci suala. Bizə deyir ki, ölçüləri 4,5 metr, 600 desimetr, 12 metr olan paraleliped şəklində bir ambara saman yığırlar. Ambarın içinə yığırlar samanı. Demək ki, həcm tapmalısan. 1 kub metr saman 500 kiloqramdır. Onda mənə neçə sentner saman lazımdır? Birinci gəlin kiloqramdan sentnerə keçək. Biz bilirik ki, 500 kiloqramımız, 1 kiloqramımız %1 sentnerdir. Yəni 1 sentner 100 kiloqramdır. Ona görə 100-ə bölsək 5 sentner olacaq. Demək ki, 1 kub metrə 5 sentner yerləşir. Burada kub metr verdiyi üçün yuxarıdakıların da kub metrlə eləməliyəm. Yəni birinci dənə buradakı 600 desimetri mən çevirəcəm metrə. Onda həcmi tapanda 4,5 qalır olduğu kimi bu zaten metrdir. 600 desimetri metrə çevirəndə 10-a bölürəm, alınır 60, bu da 12.
vururam. Yəni 45 vur 6 vur 12. Bunu belə ifadə eləyə bilərəm. Bu bizə verəcək 3240 kub metr. 1 kub metrə 5 sentner gedirsə, 3240 kub metrə nə qədər gedər bilmək üçün 3240-ı vurmaq lazımdır 5-ə. Bu da bizdə eləyəcək 16200 sentner. Demək ki, bu ambara neçə sentner saman lazımdır? 16200 sentner. Keçirəm 76-ya. 76-cı sualımızda bizə deyir ki, oturacağı kvadrat olan paralipedin yan səthinin sahəsi yazaq. S yan bərabərdir 480-ə. Hündürlüyümüz isə bərabərdir 8-ə. Tillərin uzunluqları cəmini tapın. Demək, paralipedin yan səthinin sahəsi necə tapılırdı? 2S vurulsun A plus B. Burada artıq A plus B deyil. Elə bil 2 dənə A'dır. Çünki kvadrat olduğu üçün oturacağı. Orada n və uzunluq anlayışı yoxdur. Yəni eni də A'dır, uzunluğu da A'dır. Onda birinci yəni düsturu yazaq. 2S vurulsun A plus B. Bərabərdir 480-ə. S'miz 8-dir. Yəni 2 vur 8 vurulsun A plus B bərabərdir 480-ə. Buradan alıram ki, A plus B bərabərdir 480-i bölürəm 16-ya 30-a. Biz axı bayaq dedik, bizdə AB deyə bir anlayış yoxdur. Bunlar ikisi də eyni şeydir. N və uzunluq eynidir. Onda belə çıxır ki, bu da 15-dir, bu da 15-dir. Çünki eni də, uzunluğu da eyni ədəd olmalıdır. Axı oturacağı kvadratdır. Onda tillərin uzunluqları cəmini tapanda n, üstəgəl uzunluq, üstəgəl hündürlük vurulsun 4. Yəni, alınacaq bizdə 38 vurulsun 4. Mən orada A üstəgəl B-ni birbaşa tapmışdım. Əslində qalsa istəsəm elə promoy 10 da yaza bilərdim 30. Ayrı-ayrı 15-15 tapmasam da olardı. 38-i də 4-ə vuranda alınacaq bizdə 152. Və sonuncu sualımız. Bizə deyir ki, oturacağı kvadrat olan paralipedin açılışı verib, oturacağının sahəsi verilib. Bu paralipedin yan tillərinin uzunluqları cəmini tapın. Mən hal-hazırda burada oturacağın sahəsini görmürəm. Ancaq bu 21-i görürəm. İcazənizlə bir dənə mən kitabdan ona təkrar baxım, başqa kitabdan. Burada 36 yazılıbmış. İndi bilmirəm, hal-hazırda kitabda da bu yazılıb ya yox. Mən köhnə kitabdan baxdım. Yeni kitabdan amma çəkmişdim bu şəkli. Çəkəndə proqram oranı yəqin ki qaraldıb. Demək, sahəmiz 36-dır. Oturacağı kvadratlı deyir axı. Sahəsi də 36-dır. Demək, bu oturacağın tərəfi nədir? 6. Yəni, bizdə bura 6-dır. Burada 6-dır, təbii ki. Demək, enimiz və uzunluğumuz 6-dır. Bizə amma lazımdır hündürlük. Yəni, baxın, biz bu hissəni bilməliyik. Bu hissəni bilməliyik ki, yan tillərin uzunluqları cəmini tapaq. Axı, yan tillərin uzunluqları cəmi YouTube 4S-yə bərabərdir. Yəni, demək ki, mən S-ni tapmalıyam, hündürlüyü tapmalıyam. Buralar əgər ikisi də 6-dırsa, biz bilirik ki, bunların ikisi də hündürlükdür. Açılışdan biz bunları bilirik. Onda burada x-dır, burada x-dır. Ümumi cəmdə 21 olmalıdır. Yəni 2x üstəgəl 12 21 olmalıdır. 2x bərabərdir 9-a, x də bərabərdir 4,5-ə. Mənə lazım idi YouTube. Yəni tapdığım o x-i, hündürlüyü vurmalıyam 4-ə. 4,5-i də 4-ə vuranda doğru cavabımız alınacaq 18. Demək ki, paralipedin yan tillərinin uzunluqları cəmi olacaq 18. Bununla da 77 sualımızın izahını yekunlaşdırmış olduq. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.